Hazırda ölkə ərazisində əlverişsiz hava şəraiti müşahidə olunur. Gecə və səhər saatlarında havanın yağmurlu keçməsi, bəzi dağlıq ərazilərdə isə yolların buz bağlaması yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirir ki, həftə sonu Respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənilir. Bu səbəbdən səfərə çıxan sürücülər daha diqqətli olmalıdırlar. Sürücülər əlverişsiz hava şəraitində mümkün qədər günün işıqlı vaxtlarında yola çıxmaq, sürət həddinə əməl etmək, qış mövsümünə uyğun olmayan təkərlərlə təchiz edilmiş avtomobillərdən istifadə etməmək, həmçinin texniki cəhətdən nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinmək tövsiyə olunur. Bu tövsiyələrə əməl edək. Yollarda özümüzü və başqalarını qoruyaq. Sevdiklərimizi nigaran qoymayaq. Hər birinizə təhlükəsiz yol arzulayırıq. İndi isə sağ olun, sağlıqla qalın.